Deməli, 9-a başlayırıq da. deməli axşam Uğurlar arzulayırıq. İnşallah. Axşamınız xeyir olsun bir daha müəllimlər. Artıq biz 9-cu sinifə keçdik. İlk mövzunun izahını verəcəm. Mövzumuzun adı olacaqdı məişət mədəniyyəti. Ümumiyyətlə bölməmizdə mədəniyyət müəssisələrində ünsiyyət və davranış qaydaları mövzumuz da budur. İndi baxırıq mövzuya. Bax deyir ki, hansı müəssisələr mədəniyyət müəssisələri adlanır. Baxaq görək bunlara hansılar daxildir. Baxın burada nə deyir? Deyir ki, mədəniyyət müəssisələri təyinatına görə 3 yerə bölünür. Bax, müəssisələr neçə yerə bölündü? 3 yerə bölündü. Müəssisədə də ü var. 3-ü də buradakı ü ilə də yadda saxlayırıq. Baxaq görək hansı yerlərdəndir. Bax, mədəni maarifləndirici müəssisələr var. Sərgi zalları var. Deməli, bir də teatr baxış müəssisələri var. Deməli, 3 yer deyəndə bunlar nəzərdə tutuldu. Hansılar oldu? Mədəni maarifləndirici müəssisələr, sərgi zalları, bir də teatr baxış zalları. Bunlar. İndi baxaq görək bunların tərkibinə nələr daxildir. Bax, mədəni maarifləndirici müəssisələr. Bax, bu hissədən miqə düşmüşdü sual bir neçə illər əvvəl. Bax, mədəni maarifləndirici müəssisələr deyəndə hansılar olacaqdı? Kitabxanadır, muzeydir, parkdır, heyvanxanalardır, istirahət mərkəzləridir. Bunlar aid olacaqdı mədəni maarifləndirici müəssisələrə. Hansılar ki, biz ora gedirik sırf nəsə məlumat almaq üçün. Məsəl üçün, parka gedirik, heyvanxanaya, istirahət mərkəzlərinə istirahət eləmək üçün gedirik də. İstirahətə də belə deyək də, fəhlə babada hardadır ki, imkan var ki, geçsin hardasa bir yerdə istirahət eləsin, düzdür? Orada işləyən adamlar, belə yaxşı maaş alan adamlar, mədəni insanlar deyək də, gedirlər, neynirlər? Kitabxanadan kitab alırlar, oxuyurlar, muzeyə gedirlər, parka gedirlər, heyvanxanaya bir uşaq aparırlar, göstərirlər, istirahət mərkəzlərinə gedirlər. İndi baxırıq sərgi zallarına. Sərgi zallarını da sərgilər sözü ilə yadda saxlayırıq. Bir də ora qalereyaları əlavə edirik. Teatr baxış müəssisələri də teatrdır, konsert zallarıdır, sirklərdir. Bax, bu sərgi zalı ilə teatr baxış müəssisələrini belə ayırd edə bilərik ki, məsəl üçün, sərgi zallarında cansız əşyaları orada sərgiləyirlər, amma teatr baxış müəssisələridir. Bura nə daxildir? Teatrlar. Teatrda kimlər rol oynayır, simulyasiya edir? Aktyorlar, canlılar, konsert zalları. Konsert zallarında çıxış edənlər kimlərdir? Müğənnilər, insanlardır, canlıdır, düzdür. Sirkdə kimlər olur? Məsəl üçün, o sirklyorlar olur. Bir də ki, orada heyvanlar olur. Heyvanları da yəni biz canlılar kimi götürürük, düzdür. Amma sərgilərdə, qalereyalarda əşyalar orada sərgiləndiyi üçün sərgi zalları deyəndə cansızları, amma ki, teatr baxış müəssisəsi deyəndə o canlıların iştirakı ilə, göstərisi ilə olan şeyləri yadımızda saxlayacağıq. Bax, bu hissədən bir sual düşübdü miqə. İndi baxaq görək davranış mədəniyyəti nə deməkdir? Biz baxın 8-ci sinifdə keçmişdik davranış mədəniyyəti normaları. Amma ki, indi burada həm davranış mədəniyyəti var, həm də baxın davranış mədəniyyəti də var, həm də ünsiyyət mədəniyyəti var. Hər ikisi var. İndi birinci baxaq görək davranış mədəniyyətinə nə daxildir? Bax, insanların birgə yaşayış zamanı əməl edəcəkləri qayda və qanunlardır. Fərqli şəraitlərdə ətrafdakılarla ünsiyyət qurma bacarığıdır. Deməli, birgə yaşayış zamanı əməl olunması qayda qanunlardır. Fərqli şəraitlərdə ətrafdakı insanlarla ünsiyyət qurma bacarığımız hamısı aid olacaqdır hara? Davranış mədəniyyətinə. İndi baxırıq. Bax, burada nə deyir? Deyir ki, insan uşaqlıqdan elə ünsiyyət bacarığına yiyələnməlidir ki, onunla davranmaq ailədə, iş şəraitində və ya istirahət zamanı hamıya xoş və rahat olsun. Məsəl üçün, təsəvvür edin ki, bir insandır, istirahətə getmişik, onunla ünsiyyət qururuq, amma bizə kobud cavab verir və yaxud da oturmaq istəyirik yanında icazə vermir, kobud deyir, qışqıraraq. Bununla oturub, yəni istirahətə də getmiş olsaq, belə bir insandan istirahət eləmək bizə xoş təsir verər?
Xeyr, düzdürmü? Ona görə də ümumilikdə, yəni insandırsa, birgə yaşayışdadsa, birgə yerdə bir iş qururlarsa, bir gəzməyə gedirlərsə, mütləq şəkildə necə olmalıdır? Xoş rəftar olmalıdır. Ünsiyyət quran zaman hamıya rahatçılıq verməlidir. Yəni diskomfort yaratmamalıdır əhatəsində olan insanlara. Düzgün olmalıdır, səmimi olmalıdır, özünə qarşı tələbkar olmalıdır, özünün və başqasının ləyaqətinə qiymət verən olmalıdır. Yəni ki, sırf belə rəftar etməyə məcbur olduğu üçün bunu eləməli deyil də. Sadəcə xasiyyətində bunu göstərməlidir. Yəni bu cür olmalıdır. Yəni süni, riyakarlıq, nəzakətsizlik onun davranışında olmamalıdır. Çalışmalıdır ki, özünün xasiyyətini o cürə formalaşdırsın. Yəni ki, səmimi olsun. İndi baxaq görək davranış mədəniyyətinə nələr daxildir. Baxın, burada görürük düzgünlükdür, səmimilikdir, tələbkarlıqdır, özünə tələbkarlıqdır, ləyaqətdir, dəqiqlikdir, qayğıkeşlikdir, dözümlülükdür, bir də özünü idarə etmədir. Bunlar aid olacaqdır hamısı davranış mədəniyyətinə. Bax, düzgünlük nədir? Bax, burada nə deyir? Doğru danışmağa meyil göstərmək. Bax, düzgünlük burada var 9-cu sinifdə. Amma dürüstlük var 8-ci sinifdə. 8-ci sinifdə dürüstlükdə nə deyirdi? Deyirdi ki, doğru danışmaq, verdiyi sözü yerinə yetirmək bacarığıdır. Dürüstlükdə. Bu 8-ci sinifdə olan cümlədir. Amma burada nə deyir? Burada deyir ki, düzgünlükdə doğru danışmağa meyil göstərmək, doğrunu sevməkdir. Ümumilikdə mənaca eyni əhəmiyyət kəsb eləyir. Amma burada bir şey var ki, verdiyi sözü yerinə yetirmək. Bax, dürüstlükdə də s hərfi var. Bax, burada da doğru danışmaq, verdiyi sözü yerinə yetirmək. Bu olacaqdı 8-ci sinifdə. Amma 9-cu sinifdə nə deyir? Doğru danışmağa meyil göstərmək. Bu düzgünlükdə də bu şəkildə verilir. Sonra, bax, səmimilikdə nə deyir? Səmimilikdə də deyir ki, dürüstlüyün təzahürüdür. Bax, yadınızda qalsın ki, iki düzgünlüklə dürüstlük yan-yana gəlməməlidir. Səmimilikdə nə olacaqdır? Dürüstlüyün təzahürü. Yəni, insani hiss və duyğularla digərlərinə yanaşma və bu hisslərin sözlərlə onlara çatdırılmasıdır. Bax, hisslərin sözlərlə çatdırılması varsa, dürüstlüyün təzahürü varsa, aid olacaq da hamısı səmimiliyə. Yəni, deyirik, bəzən olur ki, insanlar olur ki, qeyri-səmimi olurlar. Bir şeyə sevinsələr də, məsəl üçün, bir hədiyyə alırsa, sevinsə də o sevincini büruzə vermir. Amma elə insan olur ki, nə olsun ki, Allah başından var dövləti tökür. Bir dənə xırda, bir dənə qələm belə hədiyyə eləsən, onu elə böyük sevinclə, səmimi şəkildə göstərir ki, sevindiyini. Deyirsən ki, necə səmimi insandır. Yəni, hisslərin sözlərlə qarşısındakına çatdırma bacarığıdır səmimilik deyəndə. Tələbkarlıq nədir? Tələbkarlıq şəxsiyyətin formalaşmasının göstəricisidir. Bax, tələbkarlıq var, bir də var özünə tələbkarlıq. Özünə tələbkarlıqda öz sözü göstərilir. Amma tələbkarlıqda öz sözü yoxdur. Bax, nədir? Şəxsiyyətinin formalaşmasının göstəricisidir. Bir də var özünə tələbkarlıq, şəxsiyyətin daim öz dünya görüşünün genişləndirilməsi və yeni faydalı biliklərlə zənginləşmə yolunda işidir. Ləyaqət nədir, müəllimlər? Ləyaqətdə də deyir ki, mənəvi əxlaqi kateqoriyadır və onun əsas məğzi şəxsiyyətə və özünə hörmətdir. Bax, ləyaqət ət şəkilçisi ilə bitdi, hörmət. Bax, hörməti də görəndə aid etcik, o da ət şəkilçisi ilə bitdiyinə görə ləyaqətə. Bax, nə deyir? Mədəni maarifləndirici müəssisələr şəxsiyyəti formalaşdırmalıdır. Onda diqqət, xeyirxahlıq, özünə və başqasının hərəkətlərinin nəticəsini görməyi, mənfi emosiyalarını saxlamağı aşılamalıdır. Eləcə də başqalarını dinləmək bacarığı olmalıdır. Öz sözünün, hərəkətinin, davranışının hansı nəticə verə biləcəyini, belə deyək də, əvvəlcədən hesablamaq bacarığı formalaşmalıdır. Dəqiqlik nə? Diqqətlilik nədir? Bircə dəqiqə səhifəni dəyişin, müəllimlər.
Baxın, burada diqqətlilik var. Diqqətlilik nədir? Bax, fikrin, görmənin, eşitmənin kimə və nəyə yönəlməsidir. Bax, diqqətliliyi fikri görmə, eşitmənin yönəlməsi deyəndə biz bunu taksonomiyanın, o emosional taksonomiyanın qəbul etmə mərhələsi ilə də əlaqələndirə bilərik. Deyirik ki, o diqqətlə dinləyirmi, qulaq asırmı? Bax, həmin şeydir. Fikrin, görmənin, eşitmənin kimə və ya nəyəsə yönəlməsi olacaq da diqqətlilik. Qayğıkeşlikdə isə başqasına kömək etməyə həmişə hazır olmaqdır. Qayğıkeşlik, burada da q hərfi var, başqasına da q hərfi var. Yəni bu cürə eləyə bilərik, bunu uyğunlaşdıra bilərik. İndi baxırıq, burada nə var? Dözümlülük var. Dözümlülükdə də fiziki və mənəvi təsir zamanı səbirli olmaq. Deyirik ki, bəzi insanlar var ki, tutalım ki, qədimdə olan, məsəl üçün, nənələrimiz deyirdi, biz hər şeyə dözürdük, dözümlüydük, səbirlə yanaşırdıq. İndiki, məsəl üçün, ailə quranlar nə ər sözü götürmürlər, nə qaynana sözü götürmürlər. Bax, deməli, bu müasir gənclikdə nə yoxdur? Dözümlülük yoxdur. Bax, dözümlülük nə oldu? Fiziki və mənəvi təsir zamanı səbirli olmaq, ətraf mühitin canlıya təsir edən həddi qorumaq bacarığıdır. Bax, özünü idarə etmədə, bax, bayaqlarım özünə tələbkarlıq keçdik. Dedik ki, orada da öz sözü var idi. Özünə tələbkarlıqda biz nə dedik? Dedik ki, şəxsiyyətin daim öz dünya görüşünü genişləndirməsi və yeni faydalı biliklərlə zənginləşməsi yolunda apardığı işdir. Amma ki, özünü idarə etmə varsa, bu olacaq da, bu kurikulumda da var bu özünü idarə etmə. Bu olacaq da fərdi keyfiyyətlərin sayəsində müdaxilə və ya kömək olmadan müstəqil şəkildə öz işlərinin öhdəsindən gəlmə bacarığıdır. Məsəl üçün, deyirik ki, elə uşaq var ki, deyirik ki, bu uşaq şəhərdə özünü idarə eləyə bilməyəcəkdir. Yəni, öz işlərinin öhdəsindən gələ bilməyəcəkdir. Amma elə uşaq var ki, deyirik ki, bunu belə harada buraxsaq, altından vurub üstündən çıxacaqdır, özünü yaxşı idarə eləyəcəkdir. Deməli, sivil dövlət yaratmaq üçün müasirləşməyə nə etmək lazımdır? Can atmaq lazımdır. Bunun da başlıca amili nədir? Ünsiyyət mədəniyyəti. İndi baxaq görək, ünsiyyət mədəniyyəti nədir? Bax, davranış mədəniyyəti oldu insanların birgə yaşayış zamanı əməl etdikləri qayda və qanunlar. Ünsiyyət mədəniyyəti isə davranış mədəniyyətinin bir hissəsi olub, insanın rəftarında özünü göstərir. Yəni, rəftarı ilə bildiririk də. Məsəl üçün, biz qıraqdan, məsəl üçün, mən tutalım ki, belə deyək də, Gülcöhrə müəlliməni və yaxud Ramil müəllimi və yaxud Saçlı müəlliməni qıraqdan, yəni ki, mən belə şəklinə baxaraq, uzaqdan görərək mən bilə bilmərəm ki, tutalım ki, onun ünsiyyət qurma bacarığı necədir. Amma indi burada dərs müddətində üzünü görməsək də söhbət eləyirəmsə, artıq bilirəm ki, xarakter kimdə necədir? Düzdür? Deməli, ünsiyyət nə oldu? Ünsiyyət mədəniyyəti davranış mədəniyyətinin bir hissəsi olub, insanın rəftarında özünü göstərir. Ünsiyyət mədəniyyəti dedikdə aşağıdakılar nəzərdə tutulur. İndi baxaq görək nələr nəzərdə tutulur. Burada birinci verilibdir, ətrafdakı insanların xüsusiyyət, hərəkət və davranışlarını doğru qiymətləndirmək. Məsəl üçün, söz düzəldən adamlar oraya A deyirsən, B başa düşür. Yəni, bu şəkildə olmamalıdır. Ətrafdakı insanların xüsusiyyətini, hərəkətini, davranışını düzgün qiymətləndirməsini apara bilməyi bacarmalıyıq ünsiyyət qurarkən. Dəyərləndirməmizi düzgün aparmalıyıq. İkincidə nə deyir burada? Baxaq. Bax, burada da deyir ki, vacib ünsiyyət bacarıqlarına yiyələnmək, ünsiyyət qurduğu insanın fərdi keyfiyyətlərini nəzərə alaraq ona yanaşmağı bacarmaq. Deməli, ünsiyyət deyəndə bu ikisi nəzərdə tutulur. Birinci, ətrafdakıların xüsusiyyətlərini, hərəkət və davranışlarını doğru qiymətləndiririk. Sonra da vacib ünsiyyət bacarıqlarına yiyələnmək lazımdır. Ünsiyyət qurduğumuz insanın fərdi xüsusiyyətlərini nəzərə alaraq nə etməliyik? Ona yanaşmalıyıq. Yəni, biz fərdi xüsusiyyətlər deyəndə 8-ci sinifdə nəzakətlilik var idi. Kiminsə fərdi empatiya qurma bacarır. Bax, ona gəlib çıxır burada da. Deməli, ünsiyyət mədəniyyəti xarakterin müəyyən cəhətlərini əhatə edir.
insanlara hörmət, xeyirxahlıq, səmimilik, dözümlülük və s. formalaşdırır. Bax, xeyirxahlıq nədir? Kiməsə yaxşılıq etmək bacarığıdır. Bax, xeyirxahlıq, x hərfi var, l-qla qutardı. Bax, yaxşılıq, x-nı yenə də l-qla qutardı. Yəni, bu cürə də yadda saxlayaq. Ümumiyyətlə, xeyirxahlığa baxan kimi bildik ki, kiməsə yaxşılıq etmək bacarığıdır. Sonra, bax, insan ünsiyyət qurmağı bacarmalıdır. Yəni, qarşılıqlı əlaqələrin müxtəlifliyi haqqında maariflənməlidir. Ətrafdakıların belə deyək də, hərəkətlərində və əməllərində adekvat reaksiya verməyi bacarmalıdır. Sosial aləmdə davranış modeli qurmağı bacarmalıdır. Bax, adekvat reaksiya vermək nədir? Bunu əsasən xəbərlərdə deyirik. Tutalım ki, Ermənistanın filan cavabına Azərbaycan Respublikası adekvat cavab verdi. Adekvat da odur ki, yəni tam uyğun cavab verdi. Eyni cavab verdi. Məsəl üçün, mən tutalım ki, kimisə acılayıram, o da qayıdır, həmən o davranışı, o cavabı mənə qaytarır. Mənim onu elədiyim kimi. Eyni, yəni tam uyğun, o qarşımdakının hərəkətinə uyğun da nə edir? Cavab vermək bacarığıdır. Deməli, bütün bu etik qaydalar dərin humanizmə əsaslanmalıdır. Bax, davranış mədəniyyəti insanlara hörmətlə yanaşmaq, düzgün rəftar etmək, xeyirxahlıq və dözümlülük, ədəb və mərifəti inkişaf etdirir. Bax, mərifət nədir? Mərifət insanın müxtəlif vəziyyətlərdə müəyyən edilmiş qaydalara riayət etməsidir. Bax, mərifət, müxtəlif vəziyyət, müəyyən edilmiş qaydalar. 3 dənə m kimi yadda saxlayırıq. Bax, bu 3 m-ya biz 5-ci sinifdə harda rast gəlmişdik ki, 3 m-ə. Kimin yadında qalıbdı? Açar söz kimi yadda saxlamışdıq. Ölçmə və nişanlamada. Meşə və mişar materialları idi. Ay, sağ olun. Bax, meşə və mişar materiallarını 3M kimi yadda saxlamışdıq. İndi bax, burada da mərifət də insanın müxtəlif vəziyyətdə müəyyən edilmiş qaydalara riayət etməsidir. 3M-nı da bax, mərifət, müxtəlif, bir də müəyyən edilmiş müxtəlif vəziyyət, bir də müəyyən edilmiş qaydalar. Bunu belə yadda saxlayırıq. Sonra ədəbli olmaq nədir? Təkcə ədəb qaydalarını bilmək deyil, həm də insanlar arasında münasibətin ölçüsünü hiss etməkdir. Bax, şeydə də var idi, ölçü hissi, sərhəd hiss eləmək var idi, mərifətlilikdə, düzdür? Orada ədəblilik yox idi da, mərifətlilik var idi. Mərifətlilikdə də biz 8-ci sinifdə nə demişdik? Demişdik ki, danışıq zamanı şəxsi və işgüzar münasibətlərdə lazım olan ölçü hissini, sərhəd hissini hiss etmək bacarığıdır. Daxili duyma qabiliyyəti idi. 8-ci sinifdə bu mərifətlilikdə idi. Amma burada necə deyir? Burada da deyir ki, münasibətin ölçüsünü hiss eləməkdir insanlar arasındakı. Burada artıq sərhəd hissindən getmir söhbət. Yəni, münasibətin ölçüsünü burada mərifət şeydə götürəcək, ədəblilikdə. Nəzakətlilik nədir? Müraciət zamanı gözlənilən ədəb və mərifətdir. Bax, ədəb, mərifət sözünü görcüksə, aid etcik nəzakətliliyə. Deməli, insanların davranış zamanı fərdi spesifik ünsiyyət bacarıqlarının olması ilə sıx bağlıdır. İndi baxaq, görək, növbəti səhifədə burada nələr var, testdə düşə biləcək. Bax, indi baxırıq bura. Deyir ki, mədəniyyət ocaqlarında davranış və ünsiyyət qaydaları nədən ibarətdir? Bax, bunları biz demək olar ki, hissə-hissə müəyyən şeyləri aşağı siniflərdən keçə-keçə gəlmişik. İndi baxaq. Bax, kitabxana, muzey və sərgi kimi maarifləndirici müəssisələrdə özünü aparmaq və ünsiyyət qaydalarına diqqət yetirmək lazımdır. Bax, deyir ki, bəzən şagirdlər kitabxanalarda həddən artıq səsli küylü aparırlar özlərini. Bu da onlar haqqında pis təəssürat yaradır. Düzdür? Demişdik ki, kitabxanada ucadan məsəl üçün oxumaq olmaz, digər oxuyanlara maneçilik də öyrətmək olmaz. Sonra, kitabı səssiz vərəqləmək lazımdır, səhifələrin kənarında qələmlə, karandaşla qeydlər aparmaq olmaz.
Çünki bizdən başqaları da o kitabdan istifadə edəcəklər. Kitabı məsəl üçün müəyyən bir vaxt qoyulur da biz kitabxanadan kitab götürən zaman. O müəyyən o edilmiş vaxtdan artıq, yəni saxlamaq olmaz. İndi bircə dəqiqə çox getdik. İndi baxırıq muzeylərdə. Muzey və sərgilərdə davranış qaydaları. Bax, burada nə deyir? Deyir ki, muzeyə gələn ziyarətçi eksponatlara baxmazdan əvvəl müəyyən qaydalara riayət eləməlidir. Bax, üst geyimində ağır əşyalarla, məsəl üçün çantadır, portfeldir, bunlarla yəni ki, muzeyə girmək olmaz. Əvvəlcə onu qardıroba veririk. Qardırob da bilirik ki, paltar saxlanılan yerdir, paltar dolabıdır. Ondan sonra yəni ki, biz muzeyə daxil ola bilərik. Bax, məsəl üçün biz yeməkxanalarda davranış qaydalarında da demişdik ki, əgər üst geyimindəyiksə, mütləq şəkildə nə etməliyik? Onu qardıroba verməliyik. Burada da, yəni muzeydə də eynilə həmin qaydadır. Sonra böyük muzeylərdə və sərgilərdə sərbəst hərəkət edə bilmək üçün xüsusi bələdçi kataloqlarını əldə etmək lazımdır. Bələdçi kataloqu da nədir? Deməli, eyni əşyaların, məsəl üçün kitabdır, eksponatdır və s. müəyyən sistem üzrə düzənləşdirilmiş siyahısıdır. Yəni, birinci o siyahını əldə edirik. Siyahıya baxandan sonra gedirik o muzeylərdə, başlayırıq həmin o siyahı əsasında bunları görməyə başlayırıq da, can atırıq. Sonra muzeydə də səssiz hərəkət eləmək lazımdır. Ucadan danışmaq olmaz. Vəsaitlərdə, məsəl üçün, audio texniki telefondan, nə bilim, planşetdən istifadə eləmək olmaz, musiqi dinləmək olmaz. Gördüyümüz o şeyləri, yəni ki, ucadan müzakirə etmək olmaz. Oradakı əsərlərin, məsəl üçün, müəlliflərinə təhqir edici bəzən uşaqlar oraya şəkillərə baxırlar, gülürlər, rastlaşmışıq nə qədər. Bu filan kəs nəyə oxşuyur, 5 mən kəsim. Belə uşaqlar da var hətta. Yəni, bu kimi təhqir edici sözlərdən istifadə eləmək olmaz. Sonra burada nələr var? Deməli, hər hansı bir eksponatla tanış olmaq üçün başqalarının önünə keçmək olmaz. Yəni, başqasının itəliyib onun önünə keçmək olmaz. Muzeydə və sərgilərdə müəyyən olmuş sərhəddi keçmək olmaz. Eksponatlara əl ilə toxunmaq olmaz. Bir də güclü işıq effekti olan fotoaparatlarla şəkildə çəkmək olmaz. İndi baxaq görək teatr baxış məsələlərində ünsiyyət və intizam qaydalarına nələr aiddir. Bax, teatra vaxtında gəlmək lazımdır. 3-cü zəngdən sonra tamaşa zalına giriş qadağandır. Bax, giriş olmaz da, yəni bunun üçün mübahisə eləmək olmaz. 1-ci zəng çalır, tamaşa başda. Mütləq getməlisiniz. 2-ci zəngdə də yəni ki, girmək olur. Amma 3-cü zəng vurulandan sonra gedib orada, yəni ki, bizi içəri burax deyib dirəşmək olmaz. Sonra tamaşa zalında videodur, audiodur, foto şəkillər, yəni bu kimi şeylər eləmək olmaz. Tamaşaçıların rahatlığını, tamaşanın gedişini poza bilərik, aktyorların fikrini yayındıra bilərik. Sonra tamaşa başlamamışdan əvvəl mobil telefonlarımızı söndürmək lazımdır. Üst geyimdə, ağır çantadır, necə ki muzeydə, yeməkxanada qardıroba vermişdik. Burada da, yəni teatr tamaşa zalında da bunları qardıroba vermək lazımdır. Bax, burada bir cümlə var. Bax, öz yerinizə sıraların... Bircə dəqiqə. Bax, bu hissəyə baxırıq. Bax, deyir ki, öz yerinizə sıralar arası ilə